Bakıdasa Xətai rayonundakı evlərdən birində yeniyetmə qızla gənc oğlan dəm qazından boğulub. Oğlanın həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, o dostunun yaşadığı evə qonaq gəlib. İndi daha ətraflı Nurlan Rafiqoğlu deyəcək. Dünən anası, dünən yox, sirəyə gün rayona getmişdi. 19 yaşında oğlan, 14 yaşında da kız hamamda boğulublar. Xətai rayonu Rəşid Bağırov küçəsində bədbəxt hadisə baş verib. 2 nəfər dəm qazından zəhərlənib. Məlum hadisə məhz hamam otağında qeydə alınıb. Verilən məlumata görə evdə yaşayan şəxs dostunu məhz bura çağırıb. Həmin dostu da 14 yaşlı qızla birgə bu evə təşrif buyurub və hər iki şəxs 14 yaşlı qızla 19 yaşlı oğlan hamam otağında çimərkən dəm qazından boğulub. Hadisə nəticəsində 19 yaşlı Yusif Atalay ölüb. Yeniyetmə qızı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qonşuların verdiyi məlumata görə hadisə günü evdə kiraya yaşayan Hüseyn dostu Yusifi qonaq çağırıb. Qız da, indi olsun ki, qız da gəliblər ki, qız da hamam. 14 yaşı var. 14 yaşı var, qız da hamamda, ikisi də hamamda ölmüşdü. Oğlan ölübdü, qız sağ idi. Çıxartdılar o təcili yardım maşınından mindirəndə qız sağ idi, tərpənirdi. Arada görürdüm oğlanla həmişə gəlirdi o saqqal ölən uşaqla. Görürdüm gəlir, gedir bura. Ancaq nə deyək vallah, belə pis ailə deyirlər. Yəni onlardan heç bir şikayətimiz də olmayıb. Yəni ki, burada uşaqlara nəyəsə bir şey qonşuluqda görməmişəm elə bir şey. İçəridə olub hamamda deyirlər. Vallahi nə bilim, mən də sonradan gəldim, gördüm çöldədir meyit. Təbibdən verilən məlumata görə 14 yaşlı qız kliniki tibbi mərkəzinin toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib. Baş prokurorluqdan bildirildi ki, fakt üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.